Bismillah. 2026'da hansı bürc milyoncu olacaq? Astroloqların 2026-cı il proqnozlarına görə bəzi bürclərin böyük pul qazanmaq və hətta milyoncu olmaq şansı daha yüksək sayılır. Amma unutma ki, astrologiyada bu potensial və şans deməkdir. Real nəticə insanın qərarlarından və zəhmətindən də asılıdır. 2026'da varlanmaq şansı ən yüksək sayılan bürclər. Buğa. 2026-cı il buğalar üçün pul ili hesab olunur. Maaş artımı, yeni gəlir mənbələri və investisiya imkanları yarana bilər. Pul qazanmaqla yanaşı yığım etmək şansı da yüksəkdir. Əqrəb. Köhnə layihələrin bəhrəsi və yeni riskli amma uğurlu işlər gətirə bilər. Maliyyə və nüfuz baxımından yüksəliş dövrü ola bilər. Oğlaq, uzun illərin zəhmətinin nəticəsini görmək ili sayılır. Karyera yüksəlişi və gəlir artımı ehtimalı var. Qız, maliyyə sahəsində ən uğurlu bürclərdən biri sayılır. Yeni gəlir imkanları və sabit qazanc mümkündür. Xərçəng, xüsusilə ilin ortasından sonra böyük pul və şans enerjisi artacaq. Gözlənilməz təkliflər və gəlir artımı ola bilər. Astroloqların fikrincə 2026'nın milyoner potensiallı ən güclü bürcləri Buğa, Əqrəb, Oğlaq və Qız və Xərçəngdir.